İnsanların, qardaşlarım, məsələ, qorxduqları şey bilirsən mənədir. Niyə əksər hallarda və əksər vaxtlarda insanlara mal şirindir? İnsan malı sever. Ondan malın çıxması ağırdır və çətindir. Əksər vaxtlar, qardaşlar, kasıbçılıqdan qorxduqları üçündür. Sələflərin halı niyə belə deyildi? Onlar Ər-Razağı tanıyırdılar və bilirdilər. Necə bilirdilər? Sən də bilirsən. Amma onların ixlası ki, Allah ruzu verəndir, sənin ixlasından, sənin yəqinindən daha yəqin idi, daha üstün idi. Qardaşlarım, bir hadisə qardaşlara danışmışam, yenə də təkrar olaraq, qısa olaraq danışım. Əsma'i adında alimlərimizdən biri, sələflərdən biri Məkkədən qayıdır. Yolda, qardaşlarım, bədəvi ərəblərdən biri bunu görür. Və ona deyir ki, hardan gəlirsən? Adam Məkkədən qayıdır. Deyir ki, Rahmanın kəlamlarının oxunduğu bir torpaqlardan. Bədəvi təəccüb eləyir. Rahmanın deyir, eşidə bilən, danışdığı kəlmələri var. Deyir ki, var. Deyir, onda ondan mənə oxu. Oxu mənə. Əsma'i rahiməhullah, qardaşlarım, Əz-Zariyat surəsini oxumağa başlayır. Hətta çatır 22-ci ayə. Allah Azze ve Celle buyurur ki, وَفِ السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ Sizin ruzunuz və sizə vəd olunan şeylər göydədir. Sizin ruzunuz, yerdə olanlardan qorxma, ruzu kəsilməz. Yerdə ruzunu axtarma, Allahdadır, ondan istə, o verəcək. Ruzun göydədir və sənə vəd olunan şeylər. Bədəvi ərəb buraçan eşidir, təəccüblənir. Deyir ki, bunu Rahman deyib, Rəbbim deyib, Allah söyləyib. Deyir ki, bəli, bunu Allah dedi, Rəbbim söylədi. Durur, dəvəsini kəsir bədəvi. Yoldan keçənlərə ətini paylayır. Üstündəki yükün onlara sədəqə verir. Və ondan soruşur, nə inirsən? Deyir ki, mənə vəd olunan göydədir, Rəbbimin yanındadır. Buna ehtiyacım yoxdur. Və yoluna davam edir. Üstündən bir müddət keçir. Əsma'i rahməhullah deyir ki, mən yenidən Məkkəyə, Rahmanın kəlmələrinin, sözlərinin oxunduğu torpaqlara getdim. Birdən səs eşitdim. Ey Əsma'i, ey Əsma'i. Baxdım ki, həmin o bədəvidir. Baxdım, həmin o bədəvi. Yaxınlaşdı mənə. Dedi ki, vallahi, and olsun aləmlərin Rəbbinə, Allahın vəd elədiyini mən tapdım. Və fis-səmai rizqukum və mə tu'adun. Sizin ruzunuz və sizə vəd edilən şeylər göydədir. Mən bunu tapdım, deyir. Deyir ki, yenə mənim üçün Quran oxu. Yenə Əsma'i rahiməhullah başlayır, qardaşlar, Əz-Zariyat surəsinin eynisini oxumağa. 22-ni bitirmişdi, bədəvi getmişdi. 23-cü ayə. Allah Azze ve Celle sonra buyurur ki, qardaşlar, فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنْتُمْ تَنْتِقُونَ Göylərin və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətinizin olduğu kimi həqiqətdir. Allah Azze ve Celle and içir. فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ Göylərin və yerin Rəbbinə and olsun. Qardaşlarım, hal nədir? Bədəvi ərəb bu ayəni eşidəndə, qardaşlar, başlayır qışqırmağa. Deyir ki, Subhanallah, Rahmanı kim qəzəbləndirdi? Allahı kim qəzəbləndirib ki? Hətta onların inanması üçün and içib, onlar deyir, Allaha inanmadılar ki, Allah hətta and içdi, deyir. Subhanallah. Allahı kim qəzəbləndirdi ki, hətta and içdi, inanmadılar, deyir. Allah and içir ki, yerin və göyün Rəbbinə and olsun ki, danışa bildiyin kimi haqdır. Yəni, Allahın vədi haqdır.
Və bədəvərə qışqıra-qışqıra qalır, subhanallah. Rəhmanı kim qəzəbləndirdi, inanmadılarmı dediyi sözə. Vallahi mən tapdım, deyir. Haqq olan, sadiq olan bir vədidir. Mən onu gördüm, deyir. Onun üçün, qardaşlarım, insanların qorxduğu şeylər yəqin olmalıdır. Yəqin. Allah Azze və Cəllənin Ər-Razzaq olmasına.